Yeni rubrikada yeni videomuzu izleyirik. Gəlin bir də baxaq. Bar verməyən ağacın belə başına qoysanız, bu dua vasitəsilə ağac bar verməyə başlayacaq. Həqiqətən də çox gözəl, çox düz şarjı, müqəddəs kitabımızdan yazılmış bir duadır. Peyğəmbərimiz üçün yazılıb. Bu dua vasitəsilə siz də ruzu artımı yaşaya bilərsiniz. La İnsanlar var ki, nə qədər çalışsalar da ruzu bərəkəti olmur. Çox vaxt nəfsdən və yaxud da başqa bir şeylərdən irəli gəlir və qazancları nəyə qismət olur? Nəysə, danışır. Subhanallah, deməli görsən ki, zəfəranla yazılan Quran ayətidir. İndi burada tam da deyəsən Yasin surəsindən olan ayədir. Və güya bu Peyğəmbərimiz üçün bu dua yazılıb. Bu hamısı təbii yalandır. Peyğəmbər üçün heç bir dua yazılmayıbdır. Bu ağ yalandır və bu iftiradır. Bu iftiradır. Və adam deyir ki, siz deyir bu duanı yazırsınız, qoyursunuz ağacın altına, ağac bar verməyə gətirir. Allahu Ekber. Yani belə şeyə doğrudan da yani inanılan var. Bu absurddur axı. Ağac bar gətirir, əgər onun torpağı münbitsə, onu doğru şəkildə qulluq edilirsə, su verilirsə, yəni bunu bağban bilir ki, hansı ağaca necə bar gətirmək lazımdır və təbii ki, ruzini verən uca Allahdır. Ola bilsin ki, sən ağacına çox gözəl şəkildə qulluq edəsən, lakin Allah Taala bu il sənin ağacına bar verməsin. Bu da Allahın hikməti və elmi üzərində olur. Amma bir kağızın üzərində nəsə yazın, bastırım ağacın altına və yaxud nə bilim başqa hansısa formada qoyun ki, ağac bar gətirsin. Təbii ki, belə şeylər absurddur, xurafatdır. Belə şeylərə getməyin, belə şeylərə inanmayın əziz izləyicilər.